Bir qardaş yazıb ki, rəsmi gəlirim yoxdur, kredit götürə bilərəm. Əlbəttə, əziz qardaşım, bizdə bilsən nətərdir? Yəni, rayon qeydiyyatsan, nə bilim, banka gecikmən var, onun bizim kreditə adiyyəti olmur, gözəl qardaşım. Yəni, sən öz idarə etdiyin avtomobildir, maşının varsa, maşın da öz adı vardırsa, bez problem götürüb kreditə salıb yarım saat ərzində pul götürə bilərsən. Yəni, istəsən o səhifədəki nömrə ilə əlaqə saxla, bez problem. Gəl, yarım saat ərzində pulu götür, get. Və yaxud da, indi 1-2 minin, 3 minin pulun var da, maşın almaq istəyirsən, ona da köməkli olunur. Gedirsən özün maşın seçib bəyənirsən, maşının şəkillərini atırsan, baxırlar, qiymətləndirib sənə köməkli eləyirlər. Yəni, orada ay banka gecikmən var, ay nə bilim, rayon qeydiyyatı, bez problem, əziz qardaşım. Bizim kreditə onun adiyyəti olmur. İstəsən, yenə deyirəm, profildəki nömrəni yığ, oradakı nömrə ilə əlaqə saxla, bütün məlumatları orada sənə verəcəklər. Yəni, budur, əziz qardaşlar. İstəsəniz, yenə deyirəm, buyurun əlaqə saxlayın. Sağ olun.